Bu tipli xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Tərəzi gücünün nümayəndələri üçün günün ikinci yarısı xüsusilə xoş və maraqlı keçə bilər. Səhər saatlarında adi gündəlik işlər və şəxsi məsələlər diqqətinizi daha çox cəlb etsə də, gün irəlilədikcə əhvalınızın dəyişdiyini hiss edə bilərsiniz. Qarşınıza çıxan kiçik bir fürsət və ya gözlənilməz bir xəbər gününüzə tamamilə başqa rəng qata bilər. Bəzi tərəzilər uzun müddətdir görmədikləri köhnə dostları ilə görüşmə imkanı əldə edə bilərlər. Belə bir görüş keçmişdə yaşanan xoş xatirələri yenidən yada sala bilər. Uzun müddət danışmadığınız insanla söhbət etmək həm əyləncəli, həm də düşündürücü ola bilər. Bəlkə də vaxtilə yarımçıq qalan bir söhbəti tamamlamaq üçün yaxşı fürsət yaranacaq. Digər tərəzilər üçün isə ailə ilə bağlı xoş bir tədbir gündəmin əsas mövzusuna çevrilə bilər. Ailə üzvləri ilə birlikdə keçirilən vaxt sizə rahatlıq və mənəvi dinclik gətirəcək. Bu zamanlar iş və gündəlik qayğılar səbəbindən yaxınlarınıza kifayət qədər vaxt ayıra bilməmisinizsə, bugün həmin məsafəni azaltmaq üçün münasib imkan yarana bilər. Bəzi tərəzlər isə xüsusilə darıxdıqları bir insanla danışmaq fürsəti əldə edə bilərlər. Bu insan uzaqda yaşayan biri və ya sadəcə uzun müddətdir əlaqə saxlamadığınız tanışınız ola bilər. Gözlənilməz telefon zəngi və ya mesaj sizi sevindirə bilər. Bugün tərəzlər üçün əsas məsələ münasibətlər olacaq. İnsanlarla qurduğunuz əlaqələr sizə yeni enerji verə bilər. Təmiz söhbətlər və xoş görüşlər əhvalınızı yüksəldəcək. Əgər kiminsə sizdən xəbər gözlədiyini düşünürsünüzsə, ilk addımı atmaqdan çəkinməyin. Günün sonunda özünüzü daha rahat və nikbin hiss etməyiniz mümkündür. Xüsusilə yaxınlarınızla keçirdiyiniz vaxt sizə son günlərdə yıxılan yorğunluğu unutmağa kömək edə bilər. Əqrəb gücünün nümayəndələri üçün gün ümumilikdə sakit və müsbət istiqamətdə inkişaf edə bilər. Ciddi narahatlıq yaradacaq hadisələrin baş verməsi ehtimalı yüksək deyil. Əksinə müsbət tendensiyalar daha güclü olacaq və bir çox məsələdə işlər düşündüyünüzdən daha yaxşı nəticələnə bilər. Əgər gün ərzində kiçik bir problem yaranarsa, dərhal narahat olmağa ehtiyac yoxdur. Əqrəblər belə vəziyyətlərdə tez qərar qəbul etməyi və düzgün çıxış yolu tapmağı bacaracaqlar. Ən vacibi hadisələrə emosional deyil, məntiqli yanaşmaqdır. Günün birinci yarısında gözlənilməz bir xəbər bəzi əqrəblərin planlarını dəyişə bilər. Əvvəlcə bu xəbər sizi bir qədər narahat edə bilər. Çünki əvvəlcədən hazırladığınız planların pozulması xoşa gəlməz təsir bağışlaya bilər. Lakin bir qədər düşündükdən sonra vəziyyətin əslində sizin üçün yeni imkan yarada biləcəyini başa düşəcəksiniz. Bəzən planların dəyişməsi insanın qarşısına daha yaxşı seçimlər çıxarır. Bugün əqrəblər də məhz belə bir vəziyyətlə qarşılaşa bilərlər. Əvvəlcə problem kimi görünən hadisə sonradan faydalı bir fürsətə çevrilə bilər. Əqrəblər üçün keçmişdə birlikdə çalışdıqları insanlarla əlaqə yaratmaq da faydalı ola bilər. Vaxtilə əməkdaşlıq etdiyiniz şəxslərdən biri sizi xatırlaya və yenidən əlaqə saxlaya bilər.